Bir məsələ də var və bu gün bu cəmiyyətimizdə də çox aktualdır. Peyğəmbərin hədisidir. Peyğəmbər buyurdu: "Əbazər, gün gələcək, insanlar əmr bi mərufa, yəni yaxşılığa, dəvətə pis baxacaqlar, pisliklərdən çəkindirməyə yaxşı baxacaqlar. Əksinə olacaq. Yəni yaxşılıq pis kimi tanıtdırılacaq, pis yaxşı kimi tanıtdırılacaq. Yəni bir nəfər əgər insanları namaza dəvət edirsə, bu pis tanıtdırılacaq insanlara. Əgər bir nəfər insanları fəsada çəkirsə, bu yaxşı kimi tanıtdırılacaq." Bu günləri biz bunu cəmiyyətimizdə görürük. Bir nəfər əgər halal ruzi dalıcadırsa, gözəl əməllər edirsə, deyirlər bekar qalıb. Filankəsin oğluna bax necə qazanır. Biri ki, öz halalına diqqət edir, haramdan çəkinir, deyirlər bu avamdır, bu qazana bilmir. Baxın, Peyğəmbərin buyurduğu bu hədis bu günləri cəmiyyətimizdə görülməkdədir. Əksinə olub. Yaxşıya pis, pisə yaxşı baxırlar. Ona görə biz diqqət eləməliyik ki, yaxşı ki biz ona yaxşı deyirik bugün cəmiyyətimizdə, o yaxşı dediyimiz Allahın, Peyğəmbərin, Əhl-i Beytin yaxşı dediyidir ya yox. O pis dediyimiz Allahın, Peyğəmbərin, Əhl-i Beytin pis dediyidir ya yox. Allah eləməsin, əksinə olmasın. Peyğəmbər bu hədisi axirət zaman üçün buyurmuşdu. Yəni bizim yaşadığımız bu zaman üçün.